Salam, mən Mükəmməl Sumzadəyəm. Mənim 16 yaşım var və mən hal-hazırda Jet School-un kompüter mühəndisliyi kursunun C18 qrupunun tələbəsiyəm. Eyni zamanda 2 nömrəli Texniki Humanitar Liseyinin 10-cu sinif şagirdiyəm. IT sahəsinə olan marağım ilk dəfə uşaqlıqdan başladı. O zamanlar robotexnika ilə maraqlanırdım. Özümdən robotlar hazırlayırdım, onun işləmə prosesini hazırlayırdım. Sonra isə vaxt keçdikcə həm ətrafımdakı dostlarım, həm də sosial şəbəkədə gördüyüm maraqlı layihələr vasitəsilə IT sahəsində marağım daha da artdı. Jet School-la necə tanış oldum, onu deyim. İlk dəfə Jet School-u Instagram səhifəsindən tanıdım. Onu deyim ki, bura gəlməmişdən əvvəl bir neçə kurslara daha maraqlandıq, amma yenə də seçimim Jet School oldu. Bura ilk dəfə tanışlıq dərsinə gələndə burada olan uşaqların, şagirdlərin necə də həvəslə işlədiyini gördüm və bu məndə marağı daha da artırdı. Jet School-da təhsil almağa başladıqdan sonra burada müxtəlif layihələr hazırladıq və təcrübələr əldə etdik. Məsələn, Scratch-da oyunlar hazırladıq, Tinkercad ilə 3D dizaynlar qurduq, veb-saytlar yaratdıq və kibert təhlükəsizlik əsaslarını öyrəndik. Bu layihələr mənə həm problem həll etmə bacarığını, həm komanda işini, həm də yaradıcılığın nə qədər vacib olduğunu öyrətdi və bu cür bacarıqları qazandırdı. Jet School-da təhsil almaq sizə təcrübə qazandırmaqdan əlavə, həmçinin sizə gələcək üçün seçimlər təqdim edir. Bunlardan bir neçəsi proqram mühəndisi olmaq, öz onun şirkətinizi yaratmaq və ya kibert təhlükəsizlik üzrə mütəxəssis olmaq ola bilər. IT və proqramlaşdırmağa marağı olan hər bir uşağı Jet School-a dəvət edirəm. Sağ olun.